Gündə də hər gecə də bir maşınla gəlirdi. Oğlum da bunun əl yazmalarını tutur. Danışma deyib, bu da telefonla danışıb da. Bu fikirlər Azərbaycan mediasında qadın qətlləri ilə bağlı hazırlanan materiallardandır. Belə xəbərlər adətən hadisədən dərhal sonra hazırlanır, hələ hüquq mühafizə orqanlarının yenicə araşdırmağa başladığı qətlin motivləri ilə bağlı fərziyyələr, şayələr tamaşaçıya fakt kimi təqdim edilir. Hətta bəzən cinayət qurbanı birbaşa əxlaqsız adlandırılır. Mətbuatdan topladığımız son rəqəmlərə görə son 3 ayda ondan çox qadın öldürülüb, bundan əlavə xəsarət yetirilənlər də olub. Təkcə keçən il müxtəlif hadisələr nəticəsində həyatını itirən 268 qadından 65-inin ölüm səbəbi ya qəsdən adam öldürmə cinayəti olub, ya da qəsdən sağlamlığa zərər vurma. Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyir ki, qadın qətillərinin işıqlandırılması həssas məsələdir. Yoxlanılmamış məlumatlar əsasında başlıqlar yazmaq yol verilməzdir. Deyir, qadın qətillərinin ictimaiyyətə bu formada çatdırılması qadına etimadı azaldır. Bunlar hamısı cəlb etmə və yaxud diqqəti almadır. Bu diqqəti almada bunun cinayət olduğunu yox, daha çox qadını qabardılması məsələsi də o göstəricilərdəndir ki, qadınla bağlı mən həqiqi mənada bunu tez-tez səsləndirəm. Məsələn, mən narahatam. Bu, qız uşaqlarının təhsilinə də təsir göstərə bilir, qız uşaqlarının doğumuna da təsir göstərə bilir, bu ailə münasibətlərinə də təsir göstərə bilir. Yəni, mətbuat bu məsələləri nəzərə almalıdır ki, virus xarakterli informasiya dönür ki, bəziləri bunu özünə bəraət edici əsas kimi gətirir. Qadının heç bir günahı olmadan qətli törədirsə, özünün uydurduğu şübhələrlə, buna heç bir əsas olmadan uydurduğu şübhələrlə bu hadisəni törətməkdə özünə bəraət qazandırmaq istəyir. Fakt Yoxla media orqanının əməkdaşı Əhəd Əhədli isə düşünür ki, məsələnin kökləri daha dərindir və Azərbaycanda patriarxal cəmiyyətin hökm sürməsi ilə əlaqədardır. Bir xəbər bir jurnalist bir nəfər tərəfindən hazırlanmır. Yəni onu jurnalist hazırlayır, ona redaktor baxır, korrektor düzəldir, baş redaktor baxır, o qrupun bir meneceri var, bir müdürü var və bütün bu check-balans sistemi deyək də, onlardan keçən xəbər hələ də o formada dərc olunursa, demək ki, bu yəni ümumilikdə onlar üçün normal bir haldır bu cür xəbərlərin dərc olunması. O baxımdan mən fikirləşirəm ki, bunun əsas səbəblərindən biri bu şəxslərin və yaxud da bu jurnalistlərin, redaktorların dünya görüşünü əks etdirir. Bu xəbərlər patriarxal dəyərlərini əks etdirir. Və ikinci səbəb də odur ki, Azərbaycanda hətta ən yüksək məmurlar səviyyəsində də açıq şəkildə elan olunur ki, Azərbaycan qərbə inteqrasiya etməyəcək, Azərbaycan öz dəyərləri var, burada qadınla kişi ayrılığı var, onlar arasında fərqlər var, bizim milli mentalitetimiz var, əxlaqi, dini dəyərlərimiz var və nəzərə alsaq ki, Azərbaycan mediası tamamilə, demək olar ki, tamamilə hökumətin nəzarəti altındadır. Məncə bu cür narrativlərin yayılması və yaxud da bu cür xəbərlərin hazırlanması əslində bir baxımdan da onların, yəni hökumətin hazırda təbliğatına apardığı dəyərlər sisteminə uyğun gəlir. Onlar da bundan razıdırlar. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgəri deyir ki, belə hallar bütün dünyada var və Şura məsələ ilə bağlı 2022-ci ildə jurnalistlərin etik kodeksinə müddəalar daxil eləyib. Bu Azərbaycan Jurnalistlərin Etik Kodeksində 4-cü prinsip sayılır, gender bərabərliyinin qorunması haqqında. Həmin prinsipdə istər kriminal hadisələri vaxtı, istər digər məsələlər vaxtı gender bərabərliyinin pozulması, qadınların istər negativ, istərsə də pozitiv diskriminasiyaya məruz qoyulması və sair kimi hallar bizim etik kodekslə belə deyək ki, qəbul olunmayan və pislənilən bir hal kimi tövsif olunur. Müşfiq Ələsgəri deyir ki, qadın qətillərinin işıqlandırılmasını monitorinq eləyirlər, lazım gəldikdə media orqanlarına iradlarını da çatdırırlar. Bugün dünyada və Azərbaycanda geniş yayılmış gender əsaslı şiddətin əksər hallarda normal qarşılanması, mentalitet, ailə dəyərləri və davranışın tərkib hissəsi kimi qəbul edilməsi cəmiyyət və dövlət orqanlarının onunla ciddi mübarizə aparmasına mane olur. Hökumətin 2021-23-cü illər üçün fəaliyyət planına əsasən
Qadına qarşı zorakılığa münasibətdə stereotiplərin dəyişməsində və yeni yanaşmanın formalaşmasında medianın rolunun gücləndirilməsi də nəzərdə tutulurdu. Amma yerli mediada müşahidə edilən hallar əksini deməyə əsas verir. Dövlət Komitəsi məsələ ilə bağlı hansı işlər görməsi barədə sorğumuzu material yayımlanana qədər cavablamayıb.